Maliyə verilmə müşahid olub. Təvəllüdünüz? 1963. Mayın 30. Fransız siyasi üzvüsünüz? Yox. Sizə təzyiq və ya yaxınlarınızda təzyiqin hansı növünə məruz qalmışsınız? Anonim olub, təhqir olub, şantaj olub, qorxu. Döyülmə olub məsələn? Döyülmə, əlbəttə. Öz peşə fəaliyyətinizlə bağlı həbs olunmusunuz? Peşə fəaliyyətinizlə bağlı həbs olunmamışam, saxlanılıb. Bir neçə dəfə saxlanılıb polis bölmələrində. Mitinglər ondan döyülmüşəm, aparılmışam polis idarələrində. İşlə bağlı mən elzamiyyətdə olanda mən ayağımı üç yerdən sındırıblar. Müzakirə alınır. Yasamal olaraq polis idarəsi əməkdaşları bir dəfə döyüblər. Peşə fəaliyyətinizlə bağlı bu vaxta qədər neçə dəfə təzyiqə məruz qalmısınız? Çox. Təzyiqlərin baş verdiyi tarixlər. 2004-cü il martın 23-də. Onda Zaqatala mənim ayağımı sındırıblar üç yerdən. 98-ci ildə. Tarixini deyə bilmərəm, onda Yasamal polis idarəsində iki əməkdaşım öldürüb. Bütün partiyalar birləşib miting keçirir. Nədənsə bilmirəm, bağlı. Onda mən Hürriyyət qəzetində işləyəndə gəlmişdim 28-in qabağında. Mənim başıma oyunlaşdı. Apardılar Nəsim polisinə. Aparatını da aldılar, diktatorunu da aldılar, özünü də döydülər. 8-ci sentyabrın 12-si. 25-ci gündən sonra mən təzyiqlərin altındayım. 97-ci ildə Bülü Məclisində işləyəndə Ağcabəddə bu Yasamalın prokuroru Ağcabəddə prokuror işləyirdi. Orada bir hadisə araşdırmaya getmişdim. Onda bu Yasamalın prokuroru indi ittiham haqqını təsdiq edən Həsrət Pürnəmlər də var. Onunla üz-üzə gəlmişdim. Yəni qəzetdə onun əməllərindən yazmışdım. Onda mənə demişdi, qayıtmışdı ki, Elman gecə-tez mən səni cəzalandıracağam. Öyle ittiham haqqına qanunsuz heç bir əsas səbəb olmayan ittiham haqqına qol çəkdirib 4 ay həbs elədilər məni. Təzyiqlər kimlər tərəfindən olub? Məhkəmə, məmur polis. Hadisə baş verirkən çalışdığınız kim və vəzifəniz? Bugün Hürriyyət, Express. Həmin kimin siyasi yönümdə? Qazetində qəzetdə Hürriyyət qəzetdə işləmişəm. Express qəzetdə, bu neytral qəzetdə. Bugün qəzetdə bir tərəf qəzetdə olub, 7 gün qəzetdə işləmişəm, bir tərəf olub. 7-dən baş verdiyi şərait, İcazəli mektirdə də döydülər bizi. İcazəsiz də olub. Hər hansı dövlət idarəsində olub? Dövlət idarəsində təzyiq olub. Səbahi rayon prokurorluğunda bir dəfə müstəntiq təzyiq göstərib. Ağcabədi rayon prokurorluğunda. Hadisənin şahidləri var mı? Raziz Nəcəfli, İdraq, Sarıvan var. Sonra bu Agilin özü 39-cu bölməyə aparanda Azər Həsrət özü şahid olub, Rauf Arifoğlu özü şahid olub, İqbal Ağazadə var. Təzyiqlərin hansı nəticələri olub sizə? Səhətim pozulub, maddi itki olub. Yaxınların itirilməsi, özünə senzura, daxili senzura. Mən elə buna görə alim dağılıb mənim. Mən evə getmişəm. Kurtkanı çıxartdım, qoydum divanın üstünə. Elə gördüm ki, polis girdilər içəri. Qayıtdı ki, bağışlar dedi mənə, polislər. Dedim, bizi çağırırlar bura. Dedi ki, ya, mən gəlib evə baskın edirəm. Bu mayor məni işarədir ki, sənin cibinə elə bıçaq da çıxacaq. Maşına oturub bölməyə aparanda dedilər ki, bunun dibinə bıçaq qoydular, xəbərim var, o birisi mayordur. Və cümlə baxıram, bu boyda bıçaq qoydular. Yəni, apardım, getdim, bir gün protokollaşdıracaqsınız, mən nədir qayıtım, cinayət işi açacaqsınız, əlinizlərini götürün ki, onun bıçağı kim götürüb. Yarın gəldim, işdən zəng elədim, bölməli rəisinə. Sabitə zəng elədim ki, mənim haqqında cinayət işi olaraq çıxmalıdır. Bıçaq var, nə bıçaq dedi. Bıçaq söhbəti yoxdur. Bu hadisələrin səbəbi nədir? Müəlilələr, məsələn. Əməkdaşı olduğunuz KİV-dən hansı dəstək aldınız? Yəni, hamısını. Başqa KİV-lər tərəfindən şərəf əlaqətiniz təhqir olunur. Son xəbər qəzetində mənim haqqında lazımsız informasiya yayılmışdı. Hadisə ilə əlaqədar hər hansı rəsmi dövlət qurumlarına şikayətlə müraciət etmişsiniz? Heç bir şey bu. Mühafizə orqanlarına. Məhkəməyə. Rəsmi qurumlar hadisəni araşdırmır və nəticəsi nə olub? Rəsmi qurumlar hadisəni araşdırırlar, bir tərəfli iş görürlər. Hadisə ilə əlaqədar hər hansı beynəlxalq və yerli hüquq müdafiə qərarı jurnalist təşkilatlarına müraciət etmişsiniz? Müraciət etmişəm. Mətbuat şurasıdır. Jurnalistlər birliyinə müraciət etmişəm.